Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli CBC Sport izləyiciləri. Bank Respublika Arenadan canlı yayımıza başlayırıq. Masa hazırda ev oyunlarını keçirən Sabah komandası Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Zirə ilə üz-üzə gəlir. Turnir cədvəlinin lideri 4-cü pillədə yerləşən komandanı qəbul edəcək. Günün ilk maçında Qarabağla Şamaxı münasibətləri aydınlaşdırdı və həmin görüşdə Qarabağ komandası xal etkisi ilə üzləşdi. Sabahın ən yaxın izləyicisi, son çempion və əlbəttə ki, bugünkü qarşılaşmada Sabahın Zirə ilə görüşdə qazanacağı mümkün 3 xal bu mövsüm tarixində ilk dəfə Sabahın çempionluğu üçün çox önəmli, çox vacib qələbəyə çevrilə bilər. Sabahın Qarabağın xal itirdiyi turda qazanacağı qələbə əlbəttə ki, çox önəmli, çox dəyərli ola bilər. Biz Bank Respublika Arenadan ümumi görüntünü sizin üçün təqdim edirik. Gözəl hava var, stadionda oyun üçün hər şey çox əla görünür. Tamaşaçıları görürük tribunada. Tural Qurbanov da FIFA referisinin işarəsi CBC Sport ekranlarında günün ikinci maçı az sonra başlayır və o fit gəlir. Stas Pakkatilova ötürmə. Hər iki komandaya uğurlar arzuluruq və inanırıq ki, çox maraqlı, baxımlı bir duelin şahidi olacağıq. Standart vəziyyət. Ötürmə qapı qarşısına. Topu uzaqlaşdırır orada Volkov. Baxaq təkrara. Bu da Gimanın topu uzaqlaşdırdığı an. Velko Simic. Simic. Ötürmə qapı qarşısına. Ruan orada. Aleksey İsayev yerə yıxılıb. Bax burada Ruan Renato ilə Aleksey İsayevin mübarizəsində hakim oyunu davam etdirdi. Ötürmə cərmə meydançasına birbaşa və Thiago Silva. Kaim Paris geçti rəqibini. Kaim Paris Yamal sayağı irəliyir. Kaim Paris! 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 Nələr edirsən? Puxaçdan ötürmə Thiago Silva. Kaim Paris rəqiblərini bir-bir sıralayıb keçməyə çalışdı. Puxaçdan ötürmə daha bir dəfə qapı qarşısına. Çox sürətli şəkildə rəqiblərini keçə-keçə qapçı meydançasını ötürmə etdi. Kaim Paris. Amma orada heç bir komanda yoldaşı topa toxuna bilmədi. Bir futbolçu var idi, o da Velko Simic idi. Top onun yanından keçdi. Ange Mutsinzi. Geri ötürmə, Mutsinzi səhv edir amma Ruan düzəltməyə çalışır, ötürmə qapı qarşısında, zərbə və gol! Joynet Michels! 16-cı dəqiqədə rəqib müdafiə xəttinin səhvini bağışlamır. Simic, Michels ikilisi. Müdafiə xəttinin səhvindən fərqlənir. Joynes Michels çempionatın bombardiri növbəti qolunu vurdu. Oyunda hesab bax belə açılır əziz tamaşaçılar. İki oyunun nəticəsi tamamilə Sabahın xeyrinədir. Lepinitsa özü irəliyir. İvan Lepinitsa ötürmə qapı qarşısına. İvan Lepinitsa sol ayağını ötürmə. Zərbə üçün imkan. Dəqiq deyil bu zərbə. Kaim Paris topu qapının yanından vurur. Bu mövsümki iki dueldə Zirə Sabahla maçlarda yalnız bir gol vura bilib ikinci dövrədəki oyunda. Maçların nəticələri 3-0 və 3-1 olub. Ötürmə sağ tərəfə. Hakim Zedatka. Bu Umar Ali'dir, fikir verin. Umar Ali Rahman Aliyev keçdi rəqibini. Umar Ali'dən ötürmə qapı qarşısına. Toxunuş və küncdən zərbə. Umar Ali Rahman Aliyev bir sağ cinah müdafiəçisi kimi hücuma qoşuldu. Ötürməsini etdi və toxunuşdan sonra Aleksey İsayev'dən ötürmə cərmə meydançasının dəvərinə. Başda zərbə alınmadı. Hücum davam edir. Zərbə və
Thiago Silva. Üzünə dəyən top geri qayıdır. Başa zərbə var idi deyə hakim dərhal oyunu dayandırır. Jonas Michels zərbə edirdi, top Thiago Silva'nın üzünə dəydi həmin epizodda, elə seyv etdi qapçı. Aka ötürmə sol tərəfə, İsa Cibrila. Zirənin hücumunu çalacaq Eren Aydın. Eren'den ötürmə qapı qarşıda. David Volkov topu bırakır, İsa Cibrila yıxılır yerə. Gözlüyündir bu epizoda görə. Cibrila, Eren Aydın, David Volkov və bax bu epizodda Lepinitsa ilə mübarizədə İsa Cibrila yerə yıxılır. Aha, bax burada Cibrila'ya qarşı qayda pozulub, yoxsa yox. Əgər qayda pozulubsa, penaltidir. Pozulmayıbsa İsa Cibrila sarı vərəqə ilə də cəzalana bilər. Böyük monitora doğru qaçan FIFA referisi Tural Qurbanovdur. İsa Cibrila topla gəlir. Bax bu epizod hakim bir dəfə baxdı və hansı qərarı verir? 11 metrlik nöqtəyə işarə edir Tural Qurbanov. Ruanla Pakatilov üz-üzə. Ruan Renato yaxınlaşır topa. Ruan Renato. Renato! Top qapıdan keçir, gol! Hesab bərabərləşir. Sabah Zirə maçında Stas Pakatilov istiqaməti tapdı, amma o topu dəf edə bilmədi. Hücumu davam edir. Sabah komandasının cərimə meydançasına ötürmə və çatmır topa Aleksey İsayev. Ara ötürməsi yaxşıydı, amma İsayev topa toxuna bilmədi orada. İsayev ötürmə qapı qarşısına. Zərbə Steve Solve'dən. Cibrila keçdi rəqibini. İsa'dan ötürmə qapı qarşısına. Top hər kəs aşır keçir. İsmət Aliyev daha bir ötürmə qapı qarşısına. İsa Cibrila qapı qarşısına və top qapıdan keçirir Aydın. Eren Aydın Zirənin hesablarından çıxarır. İsmət Aliyevin ötürməsindən sonra yenə İsa Cibrila. Bu qolda da məncə əsas figurlardan biri oldu. İsa Cibrila həm cinahdan qapı qarşıda ilk ötürmə, həm də Eren'in zərbə indirdiyi anda ötürmənin müəllifi İsa Cibrila'ydı. Qonaqlar geri dönüş edirlər maçın 40 dəqiqəsinin tamamında. Kaim Paris yerə yıxılır, qayda poz olmayıb. Əks hücum, sürətli əks hücum İsa Cibrila. Dayandırmaq çox çətindir onu. İsa Cibrila cərimə meydançasına yaxınlaşır. Cibrila yıxılır yerə. Hakim davam deyir. İsa Cibrila. İnanılmaz sürətlə gəldi. İnanılmaz güclə gəldi İsa Cibrila. Zirə komandasının ehtiyat oyuncularını uzaqlaşdırmağa çalışır oradan. Maçın baş hakimi Ayran Qomisə sarı vərəqə göstərildi. Əlbəttə ki, ondan sonra daha diqqətli olmalıdır. Bu arada Kaim Paris keçdi İsa Cibrilanı. Ötürmə qapı qarşısına, 50 oynayışara var idi orada. Hakim onu davam etdirir. Zərbə! Thiago Silva! Topu çıxarır Silva.
İlk hissəni yekunlaşdırır Tural Qurbanov. İkinci isə başlayır. Bir daha yedim ki 27-ci turda bugün günün 3 maçından ikincisidir bu. Kaim Paris çatır topa ama çətinliklə ram edir İsa Cibrila, ona qarşı mübarizə aparır. Keçdi onu Kaim Paris. Paris aldatmağa çalışır rəqiblərini, yıxılır yenə Hakimdən. İndi isə Hakim davam qərarı verdi, top Sabah futbolçularında. Kaim Paris yenə döndü. Paris. Thiago Silva. Eren uduzmamağa çalışır mübarizəni. Sürətdə qabaqladı rəqibini. Eren Aydın. Ötürmə cərmə meydançasına. Çatmadı İbrahim Konate. Yenə təhlükəli vəziyyət Sabahın qapısı qarşısında. Başla zərbə və gol! Igor Nogueira! Hesab bərabərləşir ikinci hissənin ilk 5 dəqiqəsində. Igor Nogueira! Ötürmə Puxaçdan, zərbə Nogueira'dan. 2-2 olur hesab. Hər iki komanda futbolçular arasında. İsmet Aliyev cərmə meydançasına daxil olmağa çalışır. Ötürmə qapı qarşısına kapitandan dəqiq olmadı. Türkiyəli futbolçu çatdırır özünü topa. İsa Cibrila. Cibrila ötürmə qapı qarşısına və son anda Timoteusz Puchaç. Zərbəyə imkan vermir Polşalı sol cinah müdafiəçisi Igor Nogueira. Hücum davam edir Veljko Simić cərmə meydançasında. Simić ötürmə olacaq mı? Yox. Thiago Silva və sonda toxunuş Veljko Simićdən. Qapıdan zərbə. Sürətli hücum izlədik. Ricardo Martins. İsa Cibrila ötürmə qapı qarşısına. Yaxşı alınmadı. Qeyri dəqiq ötürmə. Top zirə futbolçularında. Ricardo Martins. David Volkov çəkdi sağ ayağına. Volkov zərbə edilir. Stas Pokatilov. İtirir topu Paris. Steve Solvay. Hücum dalğası davam edir. Solvay uzaldı. Zərbə. Top direğin bir neçə santimetrliyindən keçir Steve Solvay. Çox baxımlı gol vura bilərdi. Sabahın mərkəz müdafiəçisi. Steve. Ötürmə sağ tərəfə Aron Maluda. Önündə Kuştotio. Aron Maluda. 2 futbolçu var artıq önündə. Lepinitsa yaxındaydı. Ivan Lepinitsa sol ayaqla zərbə endirir. Thiago Silva. Simić. Ötürməsini etdi. Veljko. Topu qəbul etdi. Veljko Simić yıxılır yenə. Oyun davam edir. Təmiz oynayıb zirə futbolçuları burada isə qayda pozulub. Veljko Simić. Ara ötürməsi. Aron Maluda. Maluda ötürmə qapı qarşısına. Zərbə üçün imkan. Gəlir o zərbə amma keyfiyyətli alınmadı. Ivan Lepinitsa. Hücum davam edəcək. Ivan Lepinitsa. Thiago Silva. Thiago Silva bugün ikincidir artıq. Ayaqlarından istifadə edir Thiago Silva. Zedatka. Rahman Aliyev. Yenidən Zedatka. Ötürmə cərmə meydançasına. Başla zərbə və top direğin yanından keçir. Son toxunuş zirə futbolçusundan deyir Hakim. Rahman Aliyev. Steve Solvay. Yenə uzaqdan. Sol cinaha ötürmə. Puxaç. Puxaçda göndərilən top. Embina və Solvay oradaydı. Toxunuş var. Küncdən zərbə olacaq. Veljko Simić. Simić daha bir ötürməyə topu çıxarmaq mümkün olur yenə. Qüvvətli zərbə. Top direğin yanından keçir. Qapıdan aralı keçir.
Və bu da maçın final fiti. 2-2 hesablı bərabəri ilə başa çatan Sabah Zirə qarşılaşması həqiqətən də çox yadda qalan mübarizə oldu.